İndi çox belə qəribə bir tendensiya var sanki. Bir günə sən çox məşhur bir yerə də gəlib çıxa bilərsən. İstədiyin satışları da əldə edə bilərsən. Sən bir günə çöp edə bilərsən. Belə bir risk var. Ona görə bu risklər bazarda bu saat bu sosial şəbəkələrin idarə olunmasıdır, ChatGPT-dir filandır. Yəni bunlar hamısı istər-istəməz sirayət edir də. Ona görə sahibkarlar nə etsinlər ki, stabil olaraq qala bilsinlər və işlərini davamlı apara bilsinlər. Mən keçən il 2025 ilə ilgili proqnoz vermişdim. Mənim yaxında da 2026-2027 gözlənti deyə bir qısa bir görüşüm olacaq 20 dənə sahibkarla. İndi mən buradan da aslında biraz bu dekabrda yayımlanacaq onsuz da bu verilişlər. Biraz məlumat verim. Əvvəlki, yəni inkişaf etməkdə olan ölkələrdə keçmiş bazar məlumatın çox olmadığı, riskin çox olduğu dönəm idi. O bazarda nəqd çox idi, gəlir çox idi və bu istiqamətdə rahat hərəkət edə bilirdin. Yəni rahatlığımız var idi. Çünki gəlirin çoxluğu insana fərqli nəysə düşünməyə möhtac etmir. Çünki birdən-bir o gəlir görməyə ehtimalı yoxdur. Keçmiş sahibkarlara danışın, hamısı onu da deyəcək. Amma indiki dönəmdə nəqd azdır, risk çoxdur, məlumatın da çoxluğu lazımdır. Bu dönəmdə bizim eləcəyimiz önəmli bir nöqtə var. Rəqibləri öldürmək və bazardan çıxartmaq dərdindən vazgeçməlidirlər. Bugünündən danışıram. Onlar doğru satış etməlidirlər. Satıb pulunu ala bilməyəcəkləri tamaha girmədən, kimisə öz egosunu tətmin etmədən, mövcudu qoruyaraq, xərci azaldaraq, nəqdi önəm olaraq yığımı deyirəm, bu dönəmi həyata keçirtməlidir. 2026-da, 2027-də ən önəmli mövzu şirkətlərin sadələşməsi olacaq. Bu sadələşməsi hər dildə anlaya bilərsiniz. Çünki xərc artır. Sadələşmək, işçinin çox olması çox iş olacağı anlamına gəlmir. Sadələşmək, strukturda sadələşmək, məsuliyyət bölgüsündə sadələşmək, iş axışında sadələşmək, satışda sadələşmək, bu çox vacib olacaq. Əgər qarışıq strukturla işləməyə davam edəcəklərsə, çox balaca şirkətlər gəlib onların yerini alacaqlar. Bir, sadələşmək. İki, sadələşmənin xaricində şirkət daxili kommunikasiyanı şəffafca təmin eləməlidirlər. Əgər dedikodu ilə idarə etmənin yenə önəm verəcəklərsə, o şəffaflıq təmin olunmayacaqsa, yenə şirkətin çox belə qəribə bir məlumatsızlıqdan, gecikən bir məlumatsızlıqdan ciddi bir bazar itirə bilər. Çünki sürətli dəyişim var. 3. Hansı istiqamətdə olursa olsun, xərc azalmalıdır. Xərc azalmalıdır. Şoulu ofislər, şoulu göstərişli şeylər, bunlardan vazgeçsinlər.